Sabahınız xeyirli olsun. Bəli, Arayik Harutyunyan, Bako Sakyan, Arkadi Qukasyan, David Babayan və digərlərinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bir neçə dəqiqədən sonra Bakı məhkəmə kompleksində təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə məhkəmə prosesində növbəti baxış iclası keçiriləcək. Hazırki mərhələdə Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində törədilmiş çoxsaylı cinayət hadisələri araşdırılır. Növbəti mərhələdə, hazırki mərhələdə Xocavənd faciəsi, Xocavənd qətliamı araşdırılır. Zərərçəkənlər məhkəmədə ifadə verirlər. Həmin vaxtda, yəni 1992-ci ilin fevralında Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində baş vermiş kütləvi qətliam, kəndin yandırılması, əhalinin kütləvi şəkildə qətlə yetirilməsi, öldürülməsi, əsir və girov götürülməsinə dair sübutlar, faktlar araşdırılır, fotomateriallar, videomateriallar təqdim olunur, zərərçəkənlər ifadə verirlər. Bugünkü məhkəmə iclasında da zərərçəkənlər ifadə verəcək, bu istiqamətdə sübutlar tədqiq olunacaq, faktlar araşdırılacaq. Məhkəmə prosesi açıq keçirilir. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri, o cümlədən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, soyqırım, deportasiya və digər maddələrlə təqsirli bilinirlər. Təqsirləndirilən şəxslərin hər biri 2 müdafiəçi ilə təmin olunub. Onlar sərbəst şəkildə məhkəmədə öz ifadələrini verirlər. Dövlət ittihamçıları onlara çoxsaylı suallar ünvanlayır. Müxtəlif hadisələrlə bağlı, baş vermiş bu qətllərlə bağlı, soyqırımlarla, hadisələrlə bağlı və onlar öz ifadələrində həmin o cinayət hadisələri ilə bağlı sualları cavablandırırlar. Qeyd edək ki, bəzi təqsirləndirilən şəxslər həmin hadisələrdə iştirak etdiklərini hətta etiraf edirlər, açıq şəkildə məhkəmədə bildirirlər və ifadələrini də rus və erməni dilində sərbəst ifadə edirlər və bunun üçün də məhkəmə prosesində onlara hər iki dildə tərcüməçi ayrılıb. Məhkəmə prosesində gördüyünüz kimi çoxsaylı zərərçəkənlər iştirak edirlər. Hal-hazırda onlar məhkəmə binasına daxil olmağa hazırlaşırlar tədricən və qeyd etdiyimiz kimi bu iş üzrə çoxsaylı zərərçəkənlər keçir. Hansı ki 531 mindən çox zərərçəkənlər var. Onlar həm məhkəmədə ifadə verirlər, həm də zərərçəkmiş qismində məhkəmə salonunda əyləşirlər. Qeyd etdiyimiz kimi məhkəmə prosesi açıq keçirilir və xəbərlərin növbəti buraxılışında biz tamaşaçılara daha geniş məlumatları verməyə çalışacağıq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.